Sutkalıq EKG monitorinq və ya qısa Holter müayinəsi. Təsəvvür edin ki, ürəyiniz sizinlə dil açıb danışır. Siz isə onu 24 saat ərzində dinləyirsiniz. Bu Holter monitorinqin sirridir. Adını Amerikalı alim Norman Holterdən alan bu cihaz, siz hətta yuxuda ikən belə ürəyinizin hər döyüntüsünü kiçik bir qəbul ediciyə yazır. Sinənizə yapışdırılan 4-5 elektrod və cib telefonu boyda olan bu cihaz ürəyinizin sirlərini ifşa edir. Niyə bəzən başım fırlanır? Nə üçün qəflətən ürəyim çırpınır kimi suallara cavab tapmaq üçün. Siz isə bu zaman gündəlik həyatınıza davam edə bilərsiniz. İşləyə, gəzə, hətta idman edə bilərsiniz. Holter müayinəsi bəzi hallarda 48-72 saat və hətta bir həftəyə qədər davam edə bilər. Ürək ritminin pozunluqları, təzyiq dəyişiklikləri və hətta insult təhlükəsi kimi gizli işarələri göstərir. Ən maraqlısı isə bilirsiniz nədir? Artıq müasir Holterlər ilkin diaqnozu özləri qoya bilir. Lakin əlbəttə ki, son söz həmişə həkimindir. Beləliklə bu kiçik cihaz böyük problemləri aşkar edir. Huş itməsi, baş gicəllənmə kimi şikayətlərin əsasını tapır. Dərmanların təsirini yoxlayır. Nəticə, daha dəqiq diaqnozlar, daha etibarlı müalicələr. Çünki hər şey məhz ürəyimizdən başlayır.